insanlar bu pilləkəndən, bu keçiddən istifadə edirlər. Bura bir gözəl keçid inşa olunsa çox gözəl olar. Görüntülər Xəzər xəbərin qaynar xəttinə göndərilib. Bildirilir ki, neft kəmərlərinin üzərindəki bu keçid sakinlər üçün təhlükəli vəziyyət yaradır. Koroğlu stansiyasından üzü Qara-Qarayev istiqamətində neft kəmərlərinin üzərində illər əvvəl inşa edilmiş bir keçid var. Sakinlər deyirlər ki, keçidin üzərindən hər gün yüzlərlə vətəndaş istifadə edir. Keçidin neft kəmərlərinin üzərində olması və məhəccərlərinin olmaması isə buradan keçən sakinlər üçün təhlükəli şərait yaradır. Sakinlər deyirlər ki, sözü gedən keçid 1950-ci illərdən ərazidə mövcuddur. 20 ildir mən istifadə eləmişəm. Bu, buranın texniki personal tərəfindən hazırlanıbdır. Üstəlik də buna 2 il bundan qabaq biraz artım verdilər. Bu boyda döydü. Bu yaşıl turbo keçir. Bu sonra gəlibdir. Ondan qabaq biraz o yandan idi. Artım da hiss olunur bu setka ilə. Oradan vapşı keçmək olmur. Orada qəlizdir, o pləkan kimi deyil. Biraz mən də yaşlı sayılıram. Oradan keçəmirəm. Keçəndə həmişə keçirəm bu tərəfdən ki. Bura biraz rahatdır da. Bilmirsiniz, bura nə vaxt gedir? Bunu kim eləyir? Bunu 60-cı illərdə eləmişlər. Bu binaları tikəndə təzə metrodan cəmaət rahat oradan bura keçmək üçün bu köprünü tikiblər. Məktəbdən uçursan çıxırlar, azad edir, hamısı buradan gedir. Sakinlər onu da bildirirlər ki, keçidin dar və sürüşkən olması təhlükəli vəziyyət yaradır. Onlar ərazidə daha müasir standartlara uyğun təhlükəsiz keçidin tikilməsini istəyirlər. Yaxınlıqda yaşayanlar üçün buradan keçmək təhlükəli olduğundan əksər sakinlər evlərinə piyada yox, avtobusla getməyə məcbur olurlar. Təhlükəsizlik cəhətdən o qədər də xoşa gəlmir nəyə görə? Çünki bax burada hələ pilləkəndə sürüşmə ehtimalıdır. Oradan yıxılma ehtimalı daha çoxdur. Üstəlik də belədir ki, buradan 2 adam üz gələndə, yaxud yanaşı gedəndə məsafə imkan vermir ona. Təhlükəli olmağı təhlükəlidir də, buna aidiyyətli qurumlar baxsınlar. Bir neçə belə körpü var. Bir də o yandadır, orada var. Bir budur. Bir də o da. Amma istifadə edir də bu yolu da. Rahat yolda, Hüsbeyevdən keçirsən Qara-Qarayevə. Bunu ancaq bunları düzəltmək lazımdır. Bax görürsən, sınıb orada. Burada boşluq var. Balaca uşaq düşə bilər. Bunu düzəlsinlər, beləncik əməli başlayır. Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanladıq. Qurumdan Xəzər xəbərə bildirildi ki, məsələ araşdırılacaq. Nərmin Məmmədhəsənli, Vüsal Hüseynov, Xəzər xəbər.